E, Dərsə başlamamışdan qabaq dekabr qrupları haqqında qısa bir məlumat verim. İnşallah dekabrın 16-sında yeni Zoom qrupu ilə dərslərimiz başlayır. Demək olar ki, qrup artıq dolmaq üzrədir. Çox az sayda yer qalıbdır. Bilirsiniz də Zoomda çox adam yığmaq olmur. Məhdud sayda müəllim qəbul edirik. Dərslərimi indi tanıyanlar bilir. Sual-cavab formatında keçirilir. Yeni dərslər yalnız mühazirə şəklində yox, dərsin bir hissəsi izah olunur, müəllimlərlə müzakirə edib, sonra davam edir və yeni mövzunu bitirən kimi dərsin sonunda mütləq ki, test işləyirik. Və hər dərsin əvvəlində də bizim sual-cavabımız olur. Müəllimlərimiz var, indi bu qoşulan müəllimlərimizdən. Maşallah, hamısı dərsin əvvəlində necə idilər, indi artıq 8 dərs keçmişik, indi yüksək səviyyədə cavab verə bilirlər. Belə müəllimlər, dərslərimiz də həftədə 2 dəfə, həftənin deməli 2-ci, 4-cü günü əlavə dərslərimiz də olur təbii ki, saat 7-də olacaqdır. Kim istəsə müraciət edə bilər. Bu günlərin izah eləyəcəyimiz mövzu istər sertifikasiyada olsun, istər MİT-də olsun müəllimlər, ən aktual mövzulardan biridir, inteqrasiya mövzusudur. Hətta bu ilki inteqrasiya mövzusunun sualları çox maraqlıydı. Belə deyək də, əvvəlki illərə nisbətən çətin idi. Xüsusilə də fənüstü inteqrasiyanı biz əvvəllər tutaq ki, belə deyək də, müəllimin verdiyi bir hər hansı tapşırıq ki, həyatda bunu yerinə yetir, onu fənüstü götürürdük. Amma bu il onu tam əksi oldular. Yəni, indi dərsin qısa izahını verəcəm, sonra testlərə keçəcəyik. Kimin nəsə sualı, vacib sözü varsa buyursun, desin, yoxdursa dərsin izahına keçək. Bir də müəllimlər, izaha keçməmişdən qabaq sizlər nə xahiş edirəm? Mən kimin adını çəkəcəmsə, utanmayın, çəkinməyin. Bax, bu Zoom dərsinin üstünlüyü nədir? Ki, müəllimlər öz fikirlərini rahatlıqla ifadə edə bilsinlər. Bizim təhsilimizin ən ciddi problemlərindən biri də odur ki, müəllimlərimizin akademik savadı var, amma təəssüflər olsun ki, özünü ifadə eləmə bacarıqları çox aşağı səviyyədədir. Bildiklərini belə öz ifadə edə bilmirlər. Bax, bu Zoom dərslərində utanmayın, çəkinməyin. Nə sualınız, nə sözünüz, bilmədiyiniz məqam olsa deyin, mən onun izahını verəcəm. Belə müəllimlər, sualınız yoxdursa, keçək dərsimizin izahına. Mən indi müəllim, üzrlə hesab edirəm. 8-in yarısı mən ixtisasa qoşulacam, çıxacam. Ya, baxmaq olar da ondan sonra. Bəli, bəli. Sonra bu dərsin YouTube kanalımda paylaşacağıq, oradan baxa bilərsiniz. Müəllim, Bəxtiyar müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Bir də ki, birinci dəfədir də siz bu dərsi başlayırsınız, ödənişsiz dərsi. Yox, ödənişsiz dərs keçirilir. İndi imkan olduqca boş zamanım olan kimi mən dərhal elə məlumat verirəm qruplara, dərs keçirəm. Həftədə 2 dəfə olar da yəqin. Yox, ödənişsiz həftədə 2 dəfə, belə pisməsin. Cəmaət ödənişliyini həftədə 2 dəfə keçirir. Elə zamanımız yoxdur. 10 gündən beri həftədə 1 dəfə, yəni zamanım olduqca müəllimlərə kömək üçün, xüsusilə də çətinlik çəkdikləri mövzularda bacardığım qədər izah verirəm ki, bu dəstək olaq. Sağ olun, müəllim. Sağ olun. Amma belə deyim də müəllimlər, ödənişsiz WhatsApp qruplarımız var. Sosial şəbəkələrimizdə hər gün test paylaşılır. Hər gün. Yəni bunu qruplarda da görə bilərsiniz. Hər gün orada testlər işləyə bilərsiniz. O hər gün paylaşılır və müəyyən günlərdə də o testlərin izahını təqdim edirəm. O hansı qrupdur müəllim? Zəhmət olmasa deyərdiniz. Yəni heç Mənim nömrəmi qeyd eləyin, zəhmət olmasa. O nömrəyə yazın 055 766 1505. Yəni nömrəniz var da. Hə, o nömrədən elə indi siz hardan qoşulmusunuz? Qrupa atıblar da, yəni o qruplarda varsınız da, oradan mənim nömrəmi tapın, ödənişsiz qruplara qoşulun. Yaxşı, başqa kimin nə sualı var idi? Yoxdur, lap yaxşı. Başlayalım müəllimlər izahımıza. Bax, bu günlərim keçəcəyimiz mövzu inteqrasiya mövzusudur. Çox maraqlı mövzudur. Bir məqama toxunmaq istəyirəm ki, biz ödənişli qruplarımızda, belə deyək də, müəllimləri əsas vacib mövzular var. Məsələn, inteqrasiyada, bilik növüdür, taksonomiyadır, bir çox mövzuları ixtisas fənlərinə uyğun olaraq, mən də Gülər müəllimə də ixtisas fənlərinə uyğun olaraq tədris edirik və onların hər bir ixtisasına ayrıca PDF öz ixtisaslarına uyğun olaraq da testlər hazırlayıb göndəririk. Bilirsiniz də, məsələn, tutaq ki, bu gün inteqrasiyanı keçəndə görəcəksiniz ki, elə testlər var ki, məsələn,
fəndaxili üfüqi inteqrasiya. Burada gərək hər kəs öz ixtisasına uyğun olaraq ixtisasının məzmun xəttlərini mükəmməl bilsin ki, o inteqrasiyanı testdə tapa bilsin. Misal üçün, İdman müəllimi kimyanın ixtisas məzmun xəttini hardan biləcəkdir? Ona görə imtahanda da hər kəsin öz ixtisasına uyğun düşdüyünə görə, bax, biz bunu belə ayrı-ayrılıqda tədris edirik. İnteqrasiya deyəndə nə başa düşürük? İnteqrasiya müəllimlər, bax, PDF-i göstərməmişdən əvvəl bu sual verin. Burada Nüşabə müəllim, inteqrasiyanın neçə növü var? Bir dəqiqə müəllim. İnteqrasiyanın 2 növü var. Hansılardır? Mən bilən şaquli inteqrasiya, bir də üfüqi inteqrasiya. Aydındır, çox sağ ol. Vüsalə Qurbanova. Salam, mənim axşamınız xeyir. Bəli. Salam, axşamınız xeyir. 3 növ var inteqrasiyanın: fən daxili, fənlər arası və Fən üstü. fən üstü. Məhərrəmova Ramilə. Düz oxudumsa əgər adını. Ramilə müəllimə. Məhərrəmova Ramilə. Buyurun müəllim. Müəllimlərimiz düz cavab verdi sualı. İnteqrasiyanın 3 növü var da, bəli, fən yox. Yəni Neçə növü var inteqrasiyanın? Heç kim xahiş edirəm yerdən danışmasın. Biz az yaşlı deyilik ki, mən hər dəfə bu sözü təkrarlayım. Qoy müəllim özü cavab versin. İnteqrasiyanın neçə növü var? fən üstü, fənlər arası, fən daxili. 3'dür. Dəqiq. Bilmədim. Bəli. Niyə beləsiz? Niyə bax Keçən il oxumuşam, bu il dedim birdən çaşaram. müəllimlər, mən ümumiyyətlə sual cavabı həmişə biraz çaşdırıcı formada aparıram ki, bu müəllim 2 üstəgəl 2 neçədir? 4. Mən sizi nə qədər çaşdırmağa çalışsam da cavabınızdan dönən deyirsiniz də, deyəcəksiniz ki, bu 4'dür. Niyə? Çünki əminsiniz də, yəni bu 100% 4'dür. Mən istəyirəm ki, bütün müəllimlər kimlə hazırlaşmağınızdan asılı olmayaraq öyrənəndə elə öyrənin ki, əminliklə cavab verin. Qorxaq cavab verməyin. Bax, bu belə tərəddüdlü cavab testlərdə də özünü göstərir ki, variantlar arasında get-gəl eləyəcək. Bəli, müəllimlər, inteqrasiyanın 3 növü var. Hansıdır? Fən daxili, fənlər arası, fən üstü inteqrasiya. Fənlər arası inteqrasiya özü də 2 yerə ayrılır. Fən daxili, şaquli inteqrasiya, bir də fən daxili, üfüqi inteqrasiya. Gəlin, qoyun PDF-i də sizə ötürüm ki... Şaquli inteqrasiya siniflər arasında olur, üfüqi inteqrasiya mövzular arasında olur. Yaxşı, indi izahını verirəm, dinləyin zəhmət olmasa, hamı dinləsin. Bax, ekranda görürsünüz müəllimlər, inteqrasiyanın növləri. Fən daxili, bu özü də 2 yerə ayrılır. Şaquli inteqrasiya, üfüqi inteqrasiya. Fənlər arası və fən üstü inteqrasiya. Gəlin, indi ilk növbədə biz, hansından? Fən daxili inteqrasiyadan başlayacağıq. Yəni, ən çox testlərdə də, belə deyək də, müəllimlərin səhv elədiyi bir hissə, bax, bu fən daxili inteqrasiyadır, xüsusilə də üfüqi inteqrasiya. Zəhmət olmasa mikrofonları bağlayın ki, səslərimiz qarışmasın, izahı diqqətlə dinləyin. Və tövsiyə edirəm ki, hamınız yanınızda bir qeyd dəftəriniz olsun. Fən daxili. Bax, fən daxili deyəndə nə başa düşürük? Yəni, bir fənin daxilində baş verən proseslərdən söhbət gedir. Misal üçün, fizikada, kimya, coğrafiya, tarix və s. Yəni, burada bütün proseslər, situasiyalar, hər bir şey yalnız bir fənin daxilində baş verəcək. Yəni, burada ikinci bir fən olmayacaqdır. Bax, fən daxili hissəsini ilk öncə belə başa düşürük. Fən daxili şaquli inteqrasiya nədir? Şaquli və üfüqi. İndi gəlin, ilk öncə şaquli və üfüqi nə olduğunu başa düşək nədir? İndi kimsə deyə bilər ki, bəxtə mən bunu yəqin ki, hamı bilir, amma əmin olun ki, bunu belə bilməyən və qarışdıran müəllimlərimiz var ki, bax, fən daxili, şaquli və üfüqi deyəndə, bax, burada qırmızı nədir? Kim deyər? Ekranı görə bilirsiniz. Şaquli. Ay, sağ ol. Bu mavi olan isə nədir? Üfüqi. Yəni, üzü yuxarı baxan olacaq şaquli, yerə paralel olan isə olacaq üfüqi.
Yəni bunu bu şəkildə sizə izahını verəcəm ki, lap aydın başa düşə biləsiniz. Nədir müəllimlər şaqili üfüqi? Birinci gəlin başlayaq şaqili inteqrasiyadan. Mən burada sizə indi çalışdığım qədər burada cədvəl üzərində də izahını verim ki, aydın başa düşə biləsiniz. Bax, bir oxumuz bu olacaqdır bizim. Bir oxumuz da olacaqdır bu. Deməli, bax, üzü yuxarı nə oldu? Bu oldu şaqili, düzdür? İndi bu mən mouse'la yazıram, biraz səliqəsiz olacaq, üzürlü sayın. Bu da oldu üfüqi inteqrasiya. Şaqili inteqrasiya nədir müəllimlər? Hazırda söhbət hansı sinifdənsə gedirsə, müzakirəmiz, situasiyamız hansı sinifdədirsə, o sinifdə baş verən prosesləri, məsələn, müəllim hansısa bir mövzunu izah edir, deyək ki, 9-cu sinifdə. Ondan əvvəlki siniflərlə eyni məzmunla bağlı ola bilər, hər hansı bir şeylə əlaqəli bir sual verirsə, bax, bu olacaqdır fəndaxili şaqili inteqrasiya. Bax, misal üçün... Bilmir, bir də sən deyil. May mənim denən. Bağladım. Mikrofonlar zəhmət olmasa bağlayın ki, qarışmasın. Bax, bu bizim deyək ki, 10-cu sinifimiz olsun, bu 9 olsun və bu qayda ilə 8 və s. Və belə, bu da 7 olacaq belə. Deyək ki, müəllimlər, bizim də hər hansı bir fən götürürük, tarix fənni götürək. Biz tarix fənnindən hər hansı bir mövzunu izah eləyərkən 10-cu sinifdə müəllim əvvəlki siniflərlə müqayisə edir. Məsələn, tarix müəllimi var burada içimizdə. Kim? Mən müəllim. Əkbər müəllim, 10-cu sinifdə keçdiyiniz bir mövzu deyin ki, o mövzunu daha əvvəlki siniflərdə də keçmisiniz. Mən klasik Şirvanşahlar dövləti, tərəf xilafətindən sonra yaranmış 5 dənə müstəqil feodal dövlət. Bunu neçənci sinifdə keçirsiniz? Bunu 7-ci sinifdə də keçirəm, 10-cu sinifdə də keçirəm. Lap yaxşı. Deməli, 10-cu sinifdə, yəni bu bütün ixtisaslardan ola bilər, indi nümunə tarixdən deyirik. 10-cu sinifdə Şirvanşahlar dövlətindən danışırıq, mövzunu izah edirik və mövzunu izah edən zaman bizim Əkbər müəllim nə edir? Baxın sxemə, özündən əvvəlki siniflərə, mikrofonu bağlayın da, xahiş edirəm, heç kim eşitməz, səslər qəlb. Bax, özündən əvvəlki sinifə inteqrasiya edirik. Bax, diqqət edin, özündən yuxarıya yox, özündən aşağıdakı sinifdə. Məsələn, müəllim sual verir ki, biz Şirvanşahlar, əziz balalarımız, Şirvanşahlar budur, bu da izahını verdi və biz əvvəlki siniflərdən də xatırlayırıq ki, Şirvanşahlar dövlətinin qurucusu Lankəs olmuşdur. Bax, bu əvvəlki siniflərə inteqrasiya eləməyimiz bizim hansı inteqrasiya növü olacaq? Şaqili. Şaquli. Şaqili inteqrasiya. Nədir şaqili? Bax, testlərdə necə tapacaq bunu? Özündən əvvəlki siniflər. Məsələn, ola bilər ki, əvvəlki illərdə, əvvəlki siniflərdə və s. Bax, bu kimi ifadələri biz görəndə nə edəcək? Və yaxud da ola bilər ki, testdə daha açıq şəkildə göstərə bilər 10-cu sinifsə, deyək ki, 7-ci siniflə, 8-ci siniflə, 9-cu siniflə əlaqə yaradır. Məsələn, hansı mövzunu keçirirsə onun ətrafında. Diqqət elədiyimiz məqam nədir? Özündən sonraki sinif ola bilməz. Yəni, biz onu keçməmişik. Biz onunla necə inteqrasiya edə bilərik? Yalnız özündən əvvəlki siniflər. Bu oldu bizim şaqili inteqrasiyamız. Qısa-qısa izah verirəm ki, sonra test işləyən. Əsas məqsədim test işlətməkdir. Üfüqi inteqrasiya nədir müəllimlər? Bir fən daxilində, yenə burada da söhbət bir fəndən gedir. Məzmun xətləri arasında əlaqə yaratmaq. Məsələn, tarix fənninin məzmun xətləri hansılardır? Deyim müəllim, icazə var mı deyim? Tarixi məkan, tarixi zaman, şəxsiyyətlər. Bax, bir dərsin içində, bax, diqqət edin, mən bu günlərin dərsimiz deyək ki, hər hansı bir mövzunu seçirik, həmin mövzunu izah eləyərkən, bax, bu da olur bizim məzmun xətlərimiz. Bu məzmun xəttini digər məzmun xətti ilə əlaqələndirəcəmsə, bu olacaqdır nə? Üfüqi inteqrasiya. Məsələn, bir nümunə deyirəm. Deyirəm ki, Şah İsmail Xətaydan danışırıq. Səfəvilər dövlətini, quruculuğu, ölkənin belə deyək də, dövlətin idarə etmə sistemi və s. danışırıq. Eyni zamanda
Məsələn, bax indi burada iki məzmun xətti arasında Şah İsmayıl xətti Səfəvilər dövləti deyəndə Əkbər müəllim, bax dövlətdən danışırıqsa bu hansı məzmun Evet. xətti olacaq? Bu dövlətdən danışanda mənim bu tarixi zamandır. Aha, sonra Əgər Şah İsmayıl Xətaydan da eyni zamanda danışırıqsa, o şəxsiyyətdir. Şəxsiyyət ay kimi. yaşa. Məsələn, deyirik ki, filanıncı əsrdə, yəni konkret bir 16-cı il əsrdə. göstəririk. Yəni burada nədir? Məkan, konkret olaraq Evet. tarixi zamana toxunuruq və tarixi şəxsiyyət kimdir? Şah İsmayıl Xətai. Şəxsiyyət İndi mən kimdir? tarix fənnindən yola çıxıb bunu deyirəm. Bu bütün ixtisaslarda da müəllimlər bu kimi əlaqələndirə bilərik. İndi testlərdə nümunələrimiz çoxdur. Yəni bir dərsin içərisində iki məzmun xətti arasında əlaqə yaradırıqsa, bu olacaq üfüqi. Bir dərsin içində özündən əvvəlki siniflərlə əlaqə yaradacaqsa, bu olacaq şaquli inteqrasiya. Məsələn, bax burada nümunələrimiz var. Gəlin indi onlara baxaq. Bunları izah verdim. Hə, bax bu BİBÖ cədvəlidir. Yəqin ki, məlumatınız var. Təlim üsullarından biridir. Bu necə adlanır? Bilirəm, istəyirəm, bilim, öyrəndim. Dərsin əvvəlində müəllim bu cədvəli qurur. Uşaq gəlir, bura yazır ki, misal üçün, mən ixtisas fənninə uyğun olaraq hər hansı bir mövzu ilə bağlı, misal üçün, deyək ki, Azərbaycan dilindən. İsmin nə olduğunu bilirəm, ismin 6 halı olduğunu bilirəm. Qeyd elədi bu hissəyə. Mən nəyi bilmək istəyirəm? Məsələn, ismin hallarından, yəlik halından mənim xəbərim yoxdur. Bilirəm, 6 halı var. Amma yəlik hal nədir, mən onu bilmirəm. Nəyi bilmək istədiyini bura yazır. Bu ikisi olur dərsin əvvəlində, doldurulur. Ən sonda müəllim şagirdin nəyi bilmək istəyir? Yəlik halına bağlı. Müəllim izahını təqdim eləyir. Dərsin sonunda əgər şagird başa düşdü, öyrəndisə, sonda gəlir bura 3-cü sağdakı xana yazır ki, öyrəndim. Yəni, ismin 6 halı olduğunu bilirdim. Bunu əvvəlki siniflərdə də keçmişdik. Və mən indi nəyi bilmək istəyirəm, onu qeyd edir və sonda öyrəndiyini də bura qeyd eləyəcək ki, bax, buna bir növ diaqnostik qiymətləndirmə də deyirik ki, əvvəlki siniflərdən öyrəndikləri deyirsə, bu hansı olacaq indi burada? Kimdir ya? Bax, əvvəlki siniflərdən məlumdur ki, mən ismin 6 halı olduğunu Şaquli inteqrasiya. ay yaşa. Deyək ki, eyni məzmun, məsələn, ismi keçirdim, məsələn, eyni məzmun xətləri arasında əlaqə yaratmış olsa, Həm daxili üfüqi. aferin. Üfüqi, məzmun xətlərində üfüq olacaq. Bax, məsələn, Azərbaycan dilinin nümunə, indi burada Azərbaycan dili müəllimləri varsa, onlar daha yaxşı bilir. Dinləyib anlama və danışma, oxu, yazı, dil qaydaları. Bu, Azərbaycan dili fənninin məzmun xətləridir. Bax, bu bizim verilən alt standartlarımızdır. Bilirsiniz, düzdür, indi hansı əsasla bilmədim. Bizdə yeni çərçivə sənəd getdin, sağ ol. Yeni çərçivə sənədində bu məzmun standartlarıdır, alt standartdır. Bunların hamısını çıxardıblar. Amma çalışın, tövsiyə eləyirəm. Mütləq ki, köhnə ödənişsiz YouTube kanallarında onunla bağlı dərslər var. Maşallah, sağ olsun, təlimçilərimizin əksəriyyəti izah verir. Onları öyrənin. Onları öyrənməsəz, bunları başa düşməyəcəksiniz. Sağ olsunlar müəllim. Heç xoşlamırdım da onları. O 2-3-1 zad var idi. Onu başa düşməsəz, Şəhla müəllimə, bax, onu bilməsəz, biz bu günlərin bunu danışdığımızı, mahiyyətini anlaya bilməyəcəksiniz. Elə bir yemək yemişsiniz, amma tərkibini bilmirsiniz nə yemişsiniz. Onu bilmək lazım. Yox, müəllim, bilirdim. Sizin əvvəlki dərslərinizdən bilirəm. Burası xoşuma gəlmir o müəllim. Nə, kimin xoşuna gəlir? Nə olsun, müəllimlərin hamısı nəzəriyyələrdən sevmirlər, xoşu gəlmir, maşallah. Bu ildə yenilərini də əlavə elədilər. Deməli, bax, bizə alt standart verildi. 2 alt standart götürmüşük, tutaq ki, reallaşdırırıq. Birinci nədir? Müvafiq mətnləri düzgün, sürətli intonasiya ilə neyini? Oxuyur. Sonra verilmiş mətnin planını tutur və məzmununu yazır. Deməli, baxırıq, alt standartları reallaşdırarkən şagirdlər verilmiş mətni oxuyurlar. Və daha sonra isə həmin oxuduğu mətni, məzmununu neyirlər? Yazırlar. İndi sualım budur ki, bu hansı inteqrasiyadır? Üfüqi müəllim. Başqa görə kim deyə bilər? Hansı inteqrasiyadır? Fən daxili üfüqi. Ayşə, niyə müəllimlər? Eyni fən daxilində
iki məzmun xəttləri, yəni oxu məzmun xətti ilə yazı məzmun xətti arasında nə yaratdıq biz? İntegrasiya. Əlaqə yaratmış olduq. Deməli, biz fərqində olmadan neynədik? Üfüqi inteqrasiyanı reallaşdırmış olduq. Bax, buna deyirlər üfüqi inteqrasiya. Əvvəlki siniflərlə bağlı soruşsaydı, bu olacaqdı şaquli inteqrasiya. Ümid edirəm ki, bu... Müəllim, orada indi paragraflar verilir də. Məsələn, 2.2.1, 3.1.3. Bunlar indi paragrafı, mövzular orada 2.2-dir. Qarşı ilk olan 2, 3 onlar mövzulardır da, yoxsa paragraflardır? Bax, ona görə deyirdim ki, bunların nə deyim mən, niyə çıxardırlar? Əvvəllər standartlardır. Bax, izah eləyirəm. Bilirəm, onu bilirəm. Yəni, onu bilirəm. Onu soruşmaq istəyirəm ki, məsələn, ikinci paragrafda ikinci mövzu və yaxud üçüncü paragrafda birinci mövzu. Paragrafla deyil, müəllimə. Yox, standartdır. Bizcə dəqiqə mən izah verim, zəhmət olmasa dinləyin. Bu alt standartdır. Bax, bu üçünə biz bir yerdə məzmun standartları deyirik. Bu birinci nədir? Məzmun xəttidir. İkisi bir yerdə olanda əsas standartdır. Bu anası ölmüş, təkə də biz alt standart deyirik. Bu nədir müəllimlər? Bax, alt standart bunu açıqlayır. Yəni, əsas standartı. Əsas standartda məzmun xəttini açıqlayır. Deyir, məsələn, gəlin tarixdən deyək də, şəxsiyyət. İnformatikadan deyə bilərsiniz, mənim zəhmət olmasa. Necə? İnformatikadan deyə bilərsiniz, zəhmət olmasa. Mən indi informatikadan bilmirəm də məzmun xəttlərini. Məzmun xəttlərini bilsəm deyərəm. Məsələn, tarixdən deyirəm, tarix biraz ixtisasıma uyğun bildiyim bir şeydir. Yəni, başa düşəcəksin. Məsələn, tarixdə var şəxsiyyət, düzdür, məzmun xətti. Şəxsiyyət deyirəm. Hansı şəxsiyyətlər? Tarixi şəxsiyyətlər. Deməli, görsən, bunu biraz açıqladı. Bu nümunə olaraq yazıram, ha, bunu. Bir nədir məzmun xəttimiz? Hansı məzmun xəttidir? Şəxsiyyət. Bunu açıqlayır. Hansı şəxsiyyət? Tarixi şəxsiyyət. Aha. İndi o qədər tarixi şəxsiyyət var ki, mən nə bilim kimdən söhbət edir. Alt standart köməyə gəlir, bunu açıqlayır. Neyini? Deyir ki, tarixi şəxsiyyətlərdən, məsələn, Ulu Öndər Heydər Əliyev, Nizami Gəncəvi, Şah İsmayıl Xətai. Bax, görürsən, burada bilmirdi şəxsiyyət kimdir. Oldu tarixi şəxsiyyət, amma tarixi şəxsiyyətlər kimdir? Görsən, biri-birini açıqladı. Buna birlikdə, üçü bir yerdə deyirik, məzmun standartları. Və bu dövlət tərəfindən çalırdım, Bəxtiyar müəllim. O ki, dərsliklərdə olur, məsələn, birinci paragraf, ikinci paragraf. Mən həmişə dərsliklərdə elə bir şey görmüşəm, yəni aydınlaşdırır da, yəni siz demiş, bir-birini aydınlaşdırır ki, hansı paragrafdır, hansı mövzudur, hansı hissədir, ona görə onu mən... O başqa şeydir, müəllimə, paragraf söhbəti yox. Bir də yeni dərsliklərdə məzmun xətti 4 rəqəmli ola bilər. Məsələn, bunun qabağında ola bilər 7. Belə olanda bu birinci nəyə göstərir? Həmişə demişdim, bu 4 dənə olan təbiətdə də var. Baxın, müəllim, bəzi ixtisas fənlərində 4 rəqəmli görsəniz, bu onun sinifini göstərir. Yəni, söhbət neçənci sinifdən getdiyini göstərir. Aydındır? Yəni, düzdür, bunları artıq belə deyək də çıxardıblar. Amma tövsiyə edirəm ki, öyrənsinlər bütün müəllimlər. Bunları öyrənməsək, o bir dərsləri mənimsəyə bilməyəcək. Deməli, şaqilini bildik, üfüqini bildik. Davam edirik, müəllimlər. Bax, burada da nümunələr verilibdir. Fən üstü inteqrasiyaya gəlirik. Fən üstü inteqrasiya nədir, müəllimlər? Bayaq dərsin əvvəlində də dedim. Həyatla əlaqəli. Bəli. Sonuncu imtahanda biraz bunu fərqli götürdülər. İndi bunu necə müəyyən edəcəyik? Biz əvvəl xəyali bir situasiyanı, məsələn, gələcəkdə belə eləyəcək bir hər hansı işi fən üstü götürürdü və yaxud da hər hansı bir şagirdin imkanları xaricində olan bir situasiyanı da fən üstü götürərdi. İndi elə deyil, müəllimlər. Fən üstü... Mikrofonları bağlayın, zəhmət olmasa. İndi elə deyil. Fən üstü inteqrasiya nədir? İnteqrasiyanın ən yüksək səviyyəsidir. Biz vurma cədvəlini niyə öyrənirik? Yəni, real sabah bizə lazımdır da, həyatda lazım olacaq. Toplama, çıxma. Sabah evimə bir usta gələndə, bir gedib bazarlıq eləyəndə verdiyimi, alacağım qalağı müəyyən eləyə bilim. Yəni, bu bizə həyatı əhəmiyyəti var, düzdür? Fən üstü inteqrasiya odur ki, şagird tədris prosesində öyrəndiklərini real həyatda tətbiq eləmə bacarığı olsun.
Və burada situasiyada fənn üstünü necə seçəcəyik müəllim? Məsələn, desək ki, şagird imkanları daxilində olmayan bir situasiya olsa, onu fənn üstü götürməyəcəyik. Və situasiyaya baxırıq. Deyir ki, məsələn, şagirdə hər hansı bir elektrik enerjisinin hesablanması ilə bağlı tapşırıq verilir. Əgər, bax, situasiyaya baxırıq, şagird bunu otaqdan çıxmadan elə oturur, evinin içində, bax, oturduğu yerdən də hesablayırsa, bu fənn üstü olmayacaqdır. Bax, diqqət edin testlərdə. Bunu real praktiki olaraq eləyir və yaxud da eləmə imkanları var. İndi ona testlərimiz var, indi işləyəndə görəcəksiniz. Bax, fənn üstünü bir daha deyirəm. Şagirdin real imkanları daxilində həyata keçirə biləcəyi situasiyaları fənn üstü inteqrasiya olaraq götürəcəyik. Kiminsə sualı var, bura qədər müəllimlər? Yəni, bir dənə misal olar, bir dənə fənn üstü misal deyə bilərsiniz. Misal üçün, Mən deyirəm, məsələn, şagirdə hər hansı bir mövzuda, belə deyək də, tapşırıq verirəm. Bu günlərim X bir mövzunu müəllim ixtisasına uyğun izah elədi. Şagird dərsdən sonra gedir, praktiki olaraq onu həyata keçirir. Bu olacaqdır fənn üstü inteqrasiya. Məsələn, deyirəm ki, elektrik enerjisinin hesablanma qaydasını müəllim dərsdə izah elədi. Şagird dərsdən sonra evinə gedir, sayğaca baxır, onun belə deyək də, o kilovatına uyğun qiyməti real hesablayır, onu müəyyən eləyirsə, bu nə olacaqdır? Fənn üstü inteqrasiya. Niyə? Çünki praktiki olaraq dərsdən sonra yerinə yetirdi. Məsələn, müəllim tapşırıq verir ki, hər hansı bir mövzuda araşdırma aparsınlar. Sualım bu bir konkret kiməsə ünvanlayayım da burada. Məsələn, Piruzə müəllimə var burada. Piruzə Rüstəmova. Gəl sualımı sizə verirəm. Açın zəhmət olmasa mikrofonu. Bax, belə bir situasiya düşünün ki, sizə tapşırıq verirəm ki, birinci Qarabağ müharibəsi ilə bağlı araşdırma soruğu keçir, araşdırma apar, soruğu keçir və təqdimat hazırlar. Siz bunu oturursunuz internet resursundan, araşdırırsınız, müəyyən geniş mənbələrimiz var, oradan kitablardan istinad edib təqdimat hazırlayırsınız. Bu fənn üstüdür, yoxsa yox? Mən daha doğrusu, yəni ətraflı məlumatım yoxdur, yeni qoşulmuşam. Deyir, Bəxtiyar müəllim, fənn üstüdür. Fənn üstü deyil. Niyə fənn üstü deyil? ya, belə bir Oturduğu otağın yerdə canlı onu- araşdırma da Canlı müəllim araşdırma gedib yox, Qarabağda araşdırsaydı, olardı fənn üstü. Hə. Amma o internetdən oturaraq elədi. Fənlər Araşdırma arası. var. Bəli, müəllimlər, bayaq izahda dedim axı. Mən otaqdan Müəllim, çıxmadım. Əgər Heç bir reallaşdırma şagird yoxdur. sinifdən çıxırsa, fənn üstü olur. Şagird sinif daxilində etdiyi fənn üstü sayılmır, fənn daxilidir. Afərin, bəli müəllimlər, bəli. Bəli, dərsimiz yaddaşda qalacaqdır, YouTube kanalımda da paylaşılacaq. Bəli, afərin müəllimlər. Bax, görürsünüz, otağı tərk eləmədim. Lap evimə getdim, evində internetdə elədim. Əgər şagird birinci Qarabağ müharibəsi ilə bağlı sorğu dedim keçir, diqqət edirsə, gedərdi ağsaqqallardan, birinci Qarabağ müharibəsində iştirak edən veteranlardan, nə bilim, müharibə iştirakçıları olsun, qazilər olsun, şəhid ailələri olsun və başqalarından real sorğu keçirib informasiya toplasaydı nə olacaqdı? Fənn üstü inteqrasiya. Ay yaşa. Bax, situasiyaları bu şəkildə dəyərləndirəcəyik. Bax, ikisində də yenə deyirəm, bax, internetdən də araşdırma elədi, təqdimat hazırladı, real getdi. Bax, əvvəlki situasiyalarda, daha doğrusu əvvəlki illərdə biz bunu, mən özüm də bütün belə deyildi, hər kəs avtomatik fənn üstü götürərdi. İndi elə deyil, indi deyirlər ki, yox. Şagird praktiki olaraq bunu yerinə yetirməyi bacarmalıdır, yerinə yetirməlidir. Bax, bunu situasiya testlərində mütləq nəzərə alın müəllimlər. Gəldik və fənlər arası. Fənn üstü aydındır, ümid edirəm ki, başa düşdünüz. Fənn üstü inteqrasiya nədir? Daha doğrusu fənlər arası adından da göründüyü kimi. Deyirik, ölkələr arası, dövlətlər arası. Fənlərlə əlaqə. Bəli, iki fənn arasında əlaqə yaratmaq deməkdir müəllimlər. Mən məsələn fizika dərsində hər hansı bir dərsi xahiş edirəm, mən danışanda müdaxilə eləmin ki, səslər qarışacaq. Sonra dinləyəndə də bir
ortalığa bir keyfiyyətli dərs çıxmır. Sual verəndə bəli, onda cavab verərsiniz. Bax, fənlər arası nədir müəllimə? Mən ixtisasıma uyğun olaraq bir fənni tədris edirəm və öz dərsimi tədris elədiyim zaman başqa bir fənnə inteqrasiya edirəm. Məsələn, düşünün ki, bugün bizim ədəbiyyat dərsimizdir. Mən ədəbiyyatı keçəndə Şah İsmayıl Xətainin yaradıcılığından keçirəm. Şah İsmayıl Xətai eyni zamanda kim olmuşdur? Və yaxud da dedik, tarixi şəxsiyyət olmuşdur, düzdür? Hökümdar olmuşdur. Bax, mən ədəbiyyatdan danışıram, ədəbiyyat dərsini tədris edirəm, Şah İsmayılın yaradıcılığından danışa-danışa, eyni zamanda Şah İsmayıl Xətainin belə deyək də idarəçiliyindən, onun şah olmağından, tarixi şəxsiyyət olmağından da müəyyən bir 3-5 cümlə deyirəm. Nə eləmiş oluram? Mən ədəbiyyat fənnindən tarix fənninə inteqrasiya eləmiş oluram. Bu, bütün fənlərdə ola bilər, müəllimlər. Mən nümunə üçün dedim. Məsələn, deyirəm ki, yenə tarix, coğrafiyadan gəlin bir əlaqə yaradaq. Tarixi şəxsiyyətlərdən danışırıq. Tutaq ki, deyək ki, Çingiz xanla danışıram. Çingiz xanla danışa-danışa, onun haqqında mövzunu keçəndə, eyni zamanda Çingiz xanın o yürüşləri zamanı işğal elədiyi coğrafi ərazilərdən də danışıram. Filan əraziləri işğal eləmişdi. Eyni zamanda işğal zamanı filan dövlətin başçısı filan olmuşdur. Bax, fərqində olmadan biz hansı fənlə inteqrasiya eləmiş olduq? Coğrafiya fənnini. Müəllim fizikadan hər hansı bir mövzunu izah eləyir və şagirdə tapşırır ki, filan mövzunu izah eləyəndən sonra hər hansı bir araşdırma apar və sonda slaydlarına təqdimat hazırla. Bu hansı fən olacaq? Fənlər arası. Bəli, fizika ilə informatika arasında. Məsələn, deyirəm ki, cədvəl şəklində müəyyən elə, cədvəl şəklində bir təqdimat hazırlar. Cədvəl şəklində izah elə. Biz cədvəli harada keçirik? Riyaziyyatda keçirik. Bax, neynəmiş olduq? Biz hər hansı bir fənni riyaziyyat fənnindən inteqrasiya eləmiş olduq. Bax, bunlara da deyirlər fənlər arası inteqrasiya. Müəllim, məsələn, olar bir nümunə çəkeyim fizika fənninə. Əlbəttə ki, olar. Olar, niyə olmur? Baxın, məsələn, biz cəryanı keçərkən cəryanın hərəkətini insan bədənindəki qan dövranına bənzədirik, fizika ilə biologiyanı əlaqələndiririk. Bir də təzyiq mövzusunu keçəndə atmosfer təzyiqini keçirik, atmosfer təzyiqini coğrafiyada öyrəndiklərimizlə əlaqələndiririk. Yəni, fizikada müxtəlif fənlərlə əlaqələndirmə aparırıq. Bəli, çox gözəl nümunədir, əhsən müəllimə. Yəni, bütün müəllimlər öz ixtisasını digər fənlərlə inteqrasiya eləyə bilər. Başqa kimsə nümunə demək istəyirsə, buyursun, dinləyərəm mən. Müəllim, deməli, biz də tutalım ki, texnologiya fənnini keçirik. Məsəl üçün, ağaclar haqqında olanda biologiya ilə, məsələn, metallar olanda kimya ilə əlaqələndiririk. Elektrik fənni olanda fizika ilə. Bəli. İndi burada nümunə testlərimiz var. Mən qısa bir dənə ümumiləşdirib sizə bu inteqrasiyanı qısa deyim. Deməli, inteqrasiyanın 3 növü oldu. Fənlər arası, fən daxili, fən üstü. Fən üstü həyatla əlaqəlidir. Yəni, şagird real öyrəndiklərini həyatda tətbiq etməlidir və keçmişə yönəlik yox. Yəni, praktiki tətbiq olmalıdır. Belə deyək də, loru dildə deyək, şagird oturduğu yerdən çölə çıxırsa, real eləyirsə biz bunu fən üstü götürəcəyik. Ola bilər ki, elə tapşırıqlar var ki, bəli, o şagirdin real etmə imkanları daxilindədir. Bunu sadəcə sizə verilən situasiyadan dəyərləndirəcəksiniz. Bunu da fən üstü götürəcək. Fənlər arası dediyimiz kimi, iki fən arasında bayaqlarım izahlar verdik. İki fən arasında yaradılan əlaqədir. Fən daxili də iki növü vardır. Şaquli, üfüqi. Şaquli nə oldu? Bax, heç nə tapmasanız əlinizi belə qoyun. Üzü yuxarı şaqulidir, yerə paralel üfüqüdür. Üzü yuxarı olan şaquli özündən əvvəlki siniflərlə əlaqə yaradırsa, məsələn, hər hansı bir mövzunu keçirik, deyirik ki, xatırlayırsınızmı? Biz 6-cı sinifdə də bu mövzuda haqqında məlumat vermişdik. Neynədik? Əvvəlki sinifə inteqrasiya elədik. Bu nə olacaq? Şaquli inteqrasiya. Bir fən daxilində, bax, ən çox müəllimlərin səhv elədiyi budur. Bunu da niyə səhv eləyirlər? Çox təəssüf ki, bəzən müəllimlər öz ixtisasının məzmun xəttini bilmirlər. Bu bir acı reallıqdır. Bəlkə kimsə də bu sözündən bir inciyə də bilər.
Vallahi billah, yəni şahidi olmuşuq ki, ixtisasının məzmun xəttini bilmir, yaxşı bilmir. Bu da bax o kimi testlərdə gəlir çətinlik yaradır. Yəni iki məzmun xətti arasında əlaqə yaradırıqsa bir dərsdə, bu nə olacaq? Fən daxili, üfüqi inteqrasiya olacaqdır. Gəlin indi testlərə keçək. Xahiş edirəm, heç kim yerdən danışmasın. Mən kimin adını... Buyur. Müəllim, məsəl üçün ədəbiyyat dərsindən Nizami Gəncəvini keçib, Nizami Gəncəvi haqqında filmə baxırıqsa, burada necə olur? Filmə baxırsınızsa, heç nə. Yəni, onu nə iləsə əlaqələndirin də. Yəni, filmə baxırsınızsa, texnologiya dərsindən əlaqələndirə bilərsiniz də maksimum. Yox, baxmaq deyəndə onda deyəcək, baxıram, onu real indi baxıram, gəl onda fən üstü də götürək də onu. Bilirsiniz, situasiyaları elə qurmaq lazımdır. Bəzən görürsünüz ki, qarşımıza mən qrupda görürəm də elə testlər atırlar. Yəni, söz xatirinə variant qoyurlar, bu da olur test. Elə olmur müəllimlər. Məsələn, siz danışırsınız, Nizami Gəncəvi bilirsiniz ki, Azərbaycan və dünya ədəbiyyatına öz töhfəsini vermişdi. İndi məsələn, gəl Nizami Gəncəvi ilə bağlı edirəm. Nizami Gəncəvi harda anadan olmuşdu? Hansı bölgəmizdə? Gəncədə. Gəncə. Ay, sağ ol. Və Gəncə haqqında bir-iki kəlmə danışırsınız ki, Gəncə Azərbaycanın ikinci ən böyük şəhərlərindən biri olmuşdu. Qədim devirlərdə Azərbaycanın müəyyən devirlərdə hətta paytaxt şəhərləri olmuşdu və s. Onda fən daxili olur da. Yox, neyinirik? Mən ədəbiyyat dərsində bunu deyirəm. Hansı fənlər dərslədir? Fənlər arası olur bu. Bu oldu fənlər arası inteqrasiya. Tarixlə coğrafiya ilə əlaqəsi olur. Bəli. Tarixlə belə deyil, ədəbiyyatla tarix elədik, ədəbiyyatla coğrafiya inteqrasiya eləyə bilərik. Yəni bu situasiyalara görə rahat da onu dəyərləndirəcəksiniz. İndi burada bizim kim var? Bizə də Vüsalə Zamanova. Gəl bir test verəcəm, onu işləyək. Vüsalə Zamanova. Zəhmət olmasa açın mikrofonu. Vüsalə Zamanova. Yaxşı, Fəridə müəllimə. Dərsə qoşulmusunuzsa müəllimlər, bunu açın, mikrofonu açın ki, müzakirələrə iştirak edin. Salam, vaxtınız xeyir. Fəridə müəllimə, buyur, bax, birinci testi siz izah edin. Siz evdə suyu elektrik çaydanda bir neçə dəfə qaynadırsınız. Gün ərzində bu proses üçün elektrik enerji sərfiyyatını və bunu ailə büdcəsini nə qədər təsir etdiyini müəyyənləşdirin. Deməli, müəllim, burada elektrikdə enerji sərfiyyatı, bu müəllim fənlər arasıdır da. Aysa, niyə? Niyə? Məsələn, fən üstü niyə götürmədik? Enerji sərfiyyatı varsa, bu fiskadan ibarətdir burası, bu yeri. Bir də ki, büdcə deyirsə, bu da riyaziyyata aiddir. Fiskadan riyaziyyatın əlaqəsidir. Bəli, niyə fən üstü götürmədik? Çünki burada... Fən üstü heç nə yoxdur, bu sadəcə əlaqələndirir. Yəni, real həyatda heç nə eləmir. Bəli, real praktik olaraq gedib çaydanı qaynatmır ki bu. Yəni, gözün bu sadəcə elektrik sərfiyyatını hesablayır. Burada fizika ilə riyaziyyat arasında inteqrasiya var. Bəli. Yaxşı, müəllimə, qoyun sizə o birisi testlərə keçim. Sizə maraqlı təzə testlər. Dünən də elə öz qrupumuza bunları bir-ikisini işlətdim, vaxtımız bitdi. Dilbər müəllim, buyur, birinci testi zəhmət olmasa izah verin. Bəli, buyurun. Deməli, bir dəqiqə üzr istəyirəm, yaxınlaşdırın. Şagirdlər marketlərə yollanaraq müxtəlif qida məhsullarının tərkibini, zülal yağ, karbohidrat, vitamin araşdırır. Qida etiketlərini oxuyur və sağlam menüyü tərtib edirlər. Bu menüyalı poster halında düzəldib çapa verərək insanlara paylayırlar. Bu fəaliyyət inteqrasiyanın hansıdır? Fənlər üstüdür. Çünki burada fəaliyyət var da, çap eləyir, paylayır insanlara. Yəni fənlər üstüdür məncə. Yəni burada tərcümə Ay müəllimlər, xahiş edirəm. Bəs mən bu şəraiti yaradıram ki, hamımız səhv eləyə bilərik də, o dəqiqə niyə müdaxilə edirsiniz ki? Adam özünü itirir. Müəllimin yerinə mən özümü itirirəm. O özü səhvini görsün, mən də kömək edirəm. Bax,
Burada diqqətlə gəlin, sizə mən açar Bəli. məqalənin altından xətt çəkəcəm. Bircə dəqiqə. Nə deyir burada? Deyir ki, Bəli. şagirdlər marketə yollanaraq. Neynədir? Hərəkət var, yolla. Bəli. Qida məhsullarının tərkibini. Sualım sizə, bax, zülal, yağ, karbohidrat, vitamin. Bunlar bizə harda keçmişik bu ifadələr? Texnologiya. Harda? Texnologiya fənnində də var bu zülallar, yağlar. Əsasən biz zülal, karbohidratı harda keçirik? Biologiyada, kimyada. Biologiyada var, amma bizim də mövzularımızda var, yəni müəyyən. Siz texnologiya, biologiyadan sonra əsas biologiyada keçirik. Biologiyada biz zülalın, karbohidratın nə olduğunu bilməsək, texnologiyada keçə bilmərik onu. Biologiyada keçirik. Düzdür? Yollanma hissəsi fənüsüdür. Araşdırır, qida etiketlərini oxuyur və sağlam menü tərtib edir. Və sonra nə edir? Poster düzəldir, çapa verir. Çapa verərək insanlara payları. Posteri düzəldir. Bax, bunu düzəltmək nədir? Posteri harada öyrədirlər bizə düzəltməyi? Posteri düzəltməyi? Kompüterlə. Nə oldu? Biologiya. Biri fənlər arası oldu, biri doldu. Bir-bir də xahiş edirəm. Bir-bir. Nə olar? Biologiya, yəni zülal, burada xüsusi və informatika, slide. Və bunu praktiki olaraq yerinə yetirirsə, deməli, burada həm fənn üstü var, həm də fənlər arası. Doğru cavabımız nə olacaq? Aydın oldu indi müəllimə səhvimiz hardadır? Bəli, birinciyə baxmadım. Cavaba qaçmayın. Cavaba gedim tez variant tapım, tələsməyin. Bizim belə deyək də o mənfi tərəfimiz də elə odur ki, tələsib variantlara qaçırıq. Situasiyanın mahiyyətini anlayın. Oradakı o vacib pik nöqtələr var da, müəyyən cümlələr, ifadələr var. Onlara köklənin, açar məqamı tapın, sonra variantlara gedin. Aydındır? Bəli, aydındır. Çox sağ olun. Siz sağ olun. Davam eləyirəm. İndi burada kim var? Samirə müəllimə var. Samirə müəllimə. Bəli, müəllim, salam. Salam. Buyur, ikinci sualı da siz izah verin. Bir də müəllim oxuyum. Oxu. Biraz tez-tez, ürəyinizdə oxumayın. Həqiqətən ailə üzvləri ilə müsahibə aparır. Hətta sosial bir sorğu keçirir. Genetik oxşarlıqlar və irsi xüsusiyyətlər barədə məlumat toplayır. Ailə ağacını rəqəmsal formada tərtib edirlər. Bu inteqrasiyanın hansı növünə əsaslanır? Deməli, burada fənlər arası var. Sadəcə fən üstü varmı? Buna baxmaq istəyirəm. Ailə üzvləri deməsin, kömək eləməsin müəllimə. Bax, deyir ki, diqqətlə. Şagirdlər, ailə üzvləri və irsi xüsusiyyətlər barədə müəllim variantı ola bilər. Müsahibə aparır. Bu realdır da hərəkət var. Niyə öz-özü ilişdirirsiniz? Hətta sosial sorğu da keçirir. Ürəyi soyumur, bir dənə də sosial sorğu keçirir. Burada nə var? Hərəkət varmı? Deməli, bunu praktik elədi, düzdür. Bu nə oldu? Bizim fən üstümüz. Məlumat topları. Üstümüz. Aysa. Bununla rahatlaşdıq. Davam edin. Bəli. Genetik oxşarlıq və irsi xüsusiyyətlər. Bu barədə məlumat. Biologiya ilə informatikanı da. Genetik xüsusiyyətlər, irsi xüsusiyyətlər. Bu mənə nəsə bir tanış gəlir. Bu ifadələri biz harada eşidirik? Fən daxili. Genetikanı tələsməyin də ipucu verir. Bir bax, o genetikanı biz hansı fəndə keçirik? İrsi xüsusiyyət, genetika. Biologiyada da müəllim. Ay, sağ ol. Sonra nə edir? Rəqəmsal formada ailə ağacını rəqəmsal formada tərtib edir. Bax, bu rəqəmsal formada təqdimatı harada öyrənirik? İnformatikada. Düzdür? İnformatika. Deməli, burada biologiya ilə informatika inteqrasiya elədi. Bu oldu nə? Fənlər arası. Bunu praktiki olaraq yerinə yetirdiyinə görə də nə oldu?
fən üstü. İndi fən üstü, fənlər arası hansı cavabımızdır? D variantımız. Mən də onu demişdim müəllim. Aferin sizə. Bax, cavablara tələsməyin. Rahat-rahat, diqqət, cümlələri, sözləri o qədər diqqətlə oxuyun. Bir sual sizin taleyinizi həll edir. Gəlib toplayacaqsınız 50, 51 balla 35% artımdan məhrum olacaqsınız. 0,25 balla Gülcöhrəni qəbul eləyəcəklər, sizi qəbul eləməyəcəklər. Niyə? Diqqətsizliyinizə görə. Ona görə hər bir testdə o qədər diqqətlə işləyin, o qədər köklərin, fokuslanın testdə ki, hər xırda məqamı görə biləsiniz. Davam edirik. Sonra Çox sağ olun. siz sağ olun. Sonra gəldik, burada kim var? Kim var? Rahilə müəllimə var. Bu cürə Rahilə müəllimə gözəl izah versin bizə, biz də dinləyək. Amma xahiş edirəm, kimin adını çəkirəmsə, vaxtımız azdır, birazdan dərsim başlayacaq. Mən istəyirəm sizlə daha çox zaman keçirim. Kimin adını çəkirəmsə, tez atsın. Rahilə. Günel Quliyeva. Nüşabə. Bəli. Buyur, üçüncü sualı izah edin. Şagirdlər sinir sisteminin stresə reaksiyasını öyrənir. Stresi azaltma üsulları, nəfəs məşqləri, idman sənət fəaliyyəti haqqında araşdırmalar aparırlar. Düzgün nəticəyə gəlmək üçün yaxın xəstəxanalara baş çəkərək həkim və nevropatoloqlardan, həmçinin bir neçə idman müəllimlərindən tövsiyə alırlar. Burada yəni şagirdlər artıq real imkanlar daxilində bunları edirlər. Sonda sağlamlığı qorumaq üçün çağırış edərək ictimai təqdimat hazırlayırlar ki, bu fəaliyyət inteqrasiyanın hansı növünə əsaslanır. Bayaq da bildirdiniz ki, o müsahibə mərhələsini, yəni hətta belə soyumurlar, valideynlərindən bu məsələ buna aiddir. Yəni şagirdlər reaksiyanı öyrənirlər, hətta belə deyək də, araşdırma aparmaq üçün də Xəstəxanaya belə gedirlər, həkim tapırlar. Bəli, artıq burada şagirdlərin real imkanlarından, fən üstüdən gedir söhbət. Fən üstü var. Bax, diqqət edin. İndi burada mən sizə bir köməkli edəcəm. Bax, deyir, təqdimat, ictimai təqdimat hazırlayın. Yax, bilir ki, rəqəmsal, cədvəllə, bax, orada desəydi rəqəmsal təqdimat, cədvəl şəklində, elektron slayd, fənlər arası götürəcəyik. Amma burada sadəcə təqdimat. Şifahi təqdimat edir, danışır, müsahibə götürüb, reallaşdırır. Bu nə oldu? Fən üstü. Amma yenə də heç bir şeydən sonra ümumi olaraq ictimaiyyətə təqdim edir. Və görsən, təqdimatı göstərməyib. Deməli, nə olacaq? Yalnız fən üstü. Bəli, müəllim. Afərin müəllimə, afərin. Çox sağ olun müəllim. Allah sizdən razı olsun. Vallahi sizə deyir ki, o bir misal var, deyir, həcca indidən qazandınız. O şərt o deyil ki, gedib onu ki, ziyarət eləyəsən. Kiməsə bir bilir öyrətmək özü bir ziyarətkar kimi. Siz də sağ olun ki, dəyər verirsiniz. Dəyər verəndə. Sağ olun valla. Halal eləyim müəllim. Halal qoşunuz olsun. Zibeydə İsayeva. Buyursun Zibeydə müəllimə. Baxın müəllimlər, bu testi mən bir özüm izah verə bilərəm. Siz də orada belə sakitcə yuxlaya dinləyə bilərsiniz. Mən öz qrupuma da belə işlədirəm testləri. Müəllim istəyirəm ki, özü izah versin. Səhvini də özü görsün, üzündən bir rahat oxusun, bir fikri ayılsın, müzakirəyə qoşulsun. Mən buradan izah verim, siz dinləyin, orada effekt olmur. Amma özünüz izah verəndə müzakirənin içində olursunuz və öyrənməniz daha çox inkişaf eləyir. Zibeydə müəllimə, buyur, siz izah edin 4-cü sualı. Salam müəllim. Deməli, mobil vasitəsilə yuxu və fiziki fəaliyyətinizi bir həftə ərzində izləyin. Nəticələri cədvəl şəklində təqdim edin. Hansı hərəkətlərin orqanizmin fəaliyyətinə müsbət dinamikaya səbəb olduğunu təhlil edin. Deməli, müəllim, burada elə bir gedib həyatda bir şey eləmədiyinə görə, bu səhv eləmirəmsə, keçən də izah eləmişdiniz ki, mobil tətbiq vasitəsilə olanda bunu fən üstü götürmürük da, ancaq fənlər arası olacaq. Orqanizm fəaliyyətini bu informatika ilə, bir də biologiya ilə əlaqələndirə bilərik. Fənlər arası götürərdim mən. Afərin. Nə gözəl izah. Maşallah. Afərin. Çox sağ olun müəllim. Baxın, nə gözəl izah verdi. Deməli, burada nə edir? Yuxu rejimidir də, fiziki fəaliyyətimlə bağlıdırsa, bu biologiyadır. Düzdür? Və bunu nə edirəm? Mən cədvəli də və diqqət edin. Mən bunu nə edirəm?
tətbiq vasitəsilə, bax, mobil tətbiq. Mən eləmirəm, ha, telefon, hansısa bir tətbiq edeyim. Bu nə olacaq? İnformatika və biologiya. Fənlər Yalnız arası. fənlər arası olacaqdır. Doğru cavabımız C variantı. Afərin müəllimə. Növbəti sualımızı izah versin Türkan Abbaslı. Türkan Abbaslı. Bəli, salam, axşamınız. Salam. Buyur müəlliməmiz. Bir gözəl izah da siz verin. İnternet resurslarından istifadə edərək yer üzündə həyatın yaranması və canlı orqanizmlərin şəkilliyi haqqında müasir elmi nəzəriyyələr adlı referat yazın. Mövzu ilə bağlı debat təşkil edin. Bu fəaliyyəti inteqrasiyanın hansı növünə əsaslanır? İnternet resurslarından istifadə edirsə, burada fənüstü görmürəm mən. Yəni, heç bir fəaliyyət yoxdur. Gedir, rahat araşdırır, tapır. Fənlər arası deyərdim. Hansı fənlər? Coğrafiya, informatika. Afərin. Bəli. Bax, görürsünüz. Bax, bu, belə deyək də, damarını tutmusunuz. Artıq damarını tutmusunuz ki, necə tapacağıq bunu? Afərin müəllimlər. Afərin. Sata da baxaq. Sağ olun. Davam edirik. Burada kim var görək? Kim var? Kim var? Gövhər müəllimə var. Bu görək Gövhər müəlliməmiz açsın. Gövhər. Gövhər müəllimə. Şahnaz müəllimə. Hə, açdı, lap yaxşı. Gövhər müəllimə, eşidirsiniz? Yaxşı. Şahnaz müəllimə, siz? Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Buyur, 6-cı test. Bir gözəl izah da sizdən gəlsin. Bax, belə o toyda tamada kimi çıxış elədim, məndən. Məktəbin damında trapesiya formasında günəş paneli quraşdırılmalıdır. Trapesiyanın ölçüləri... Necə müəllim? Qəbul sualıdır. Bax, bu il imtahan sualıdır. Aha, verilir və şagirdlərə tapşırılır ki, ora neçə günəş panelinin yerləşəcəyini müəyyən etsinlər, inteqrasiyanın növünü müəyyən edin. Burada özləri tətbiq eləyəcəklər də, fən üstü var. Uşaqlar özləri məktəbin damında trapesiyanın, yəni bunu öz tətbiq etdiyi üçün fən üstü var. Bir də fənlər arası. Doğru cavabımız heç kim deməsin. Heç kim deməsin. Aha, doğru cavabımız Variantı müəllim. neçə? Hansı? Variantı. Y variantı. Xeyr, A. A. Biz nə elədik? Deyir o imtihanda bizi qıtır-qıtır kəsdilər. Niyə? Çünki diqqət eləmədik. Bax, birinci cümləni oxu zəhmət olmasa. Məktəbin damında trapesiya formasında günəş paneli quraşdırılmalıdır. Nə vaxtsa quraşdırılacaqdır. Demir ki, quraşdırır. Quraşdırılmalıdır. Aydındır, cümləyə bax. Demir şagird quraşdırır. Deyir, quraşdırmalıdır. Trapesiyanın ölçüləri verilir. Şagirdlərə tapşırılır ki, ora neçə günəş panelinin yerləşəcəyini müəyyən etsin. Bu anası ölmüş uşaq ölçü əlində, isti otağında, qələm əlində oturur, hesablayır. Deyir ki, bura bu qədər günəş paneli gedəcək. Dama çıxdı mı? Yox. Bir iş gördü mü? Yox. Otaqdan çölə çıxdı mı? Yox. Mən bunu niyə fən üstü götürüm? Bəli, müəllim. Cümlə keçmiş zamandadır. Burada nədir? Yalnız fənlər arası hansı fənlər var? Trapesiya nədir? Riyaziyyatdır. Ölçülərdir. Hansı fənlər arasındadır? Onu siz Fizika günəş panelidir. Günəş enerjisi yaradırlar da. Fizika ilə riyaziyyat da deyə bilərsiniz. Yəni günəş panelini bilirsiniz ki, o günəş elektrik enerjisinə çevirir də o panellər. Bunu da harada öyrənirik biz? Fizikada. Bax, görürsünüz, yalnız fənlərə. Bir cümləni, bax bu sonuncun diqqətlə oxumamağımız kəsildi. Və yaxud da balımızdan kəsdilər. Ona görə nə edirik müəllimə? Sualları diqqətlə, tələsmədən oxuyuruq. Afərin. Getdik, davam edirik. Görək kim var burada. Seymur Hoca var. Müəllim.
Mən açdım, müəllim, Gövhər müəllimə. Hə, Bayaq aça bilmədim. yaxşı. İndi Buyur açmışam. Gövhər müəllimə. Buyur siz izah verin. 7-ni də siz izah verin. Oldu, sağ olun. Müəllim şagirdlərə həndəsi fiqurlar, fəza və müstəvi mövzusunu tədris edir. Ev tapşırığı olaraq evdə, məktəbdən evə gedərkən yolda gördükləri əşyaların hansı formada olmasını qeyd etməyi tapşırır. Bu situasiyada inteqrasiyanın hansı növündən istifadə etmiş olur. Deməli, burada fəza fiqurları həndəsə, müstəvi fiqur, ev tapşırığı olaraq evdə, məktəbdən evə gedərkən yolda gördükləri bu artıq həyatda onlar izləyirlər bunu, əşyaları, bənzədirlər. Məsəl üçün ki, bu əşyalar nəyə bənzədilir? Bu artıq həyatda eləyirlərsə bunu, bu fənn üstüdür. Afərin. Bax, əla. Diqqət edin müəllimə. Bayaq da damda hesablamağı tapşırdı. Şagird neynədir? Otaqdan çölə çıxmadan da onu eləyə bilərdi, düzdür? Amma nə deyir burada? Fəza fiqurları mövzusunda deyir, ev tapşırığı olan məktəbdən evə gedəndə yolda gördükləri əşyaları. Bu otaqda ola-ola küçədəki əşyanı görə bilərmi? Xeyr. Bunun üçün neynəməlidir? Real çölə çıxmalıdır da. Bu gəzməlidir ki, görsün. Deməli, burada praktiki tətbiq var. Həyatda. Bəli, doğru cavabımız C variantıdır. Fənlər üstü inteqrasiya. Afərin müəllimə, çox gözəl izah verdiniz. Bəxtiyar müəllim, axşamınız xeyir. Bəxtiyar müəllim, və orada fənlər arası var axı. O Y variantı niyə olmuyor? Niyə olmuyor? Nədir fənlər arası? Əşyalar hansı formada qeyd etməyi tapşırır. Deyirəm ki, yolda nə gördün? Fəza fiqurlarına uyğun bir şeylə. Özünü də qeyd elə kağızı. Hansı fən var burada? Hə, bəli müəllim, düzdür. Biraz diqqətli. Bax, desəydi ki, qeydlərinizi sabahların növbəti dərsimizdə cədvəl şəklində təqdim elə. Bəli, mən onda sizinlə razı olardım. Burada eləcə deyir, qeyd götür, vəssalam, kağıza yazacaq. Burada hansı fən var? Heç bir fən. Bu yalnız fən inteqrasiyadır. Müəllim, əgər orada şəkil formasında istəsəydi fənlər arası olardı da, yəqin ki. Şəklini çək desəydi, bəli, onda da. Yəni, burada eləcə qeyd götür. Bəli. Yaxşı, davam eləyək. Bənövşə. Bənövşə müəllimə. Müəllim, mən oxuyum. Bu görək Bənövşə müəllimə bir səsimizə səs versin. Yaxşı, oxumaq istəyən kim idi? Təkrar oxumayın da, kimsə yeni müəllim olsun. Rahilə müəllimə. Rahilə müəllimə. Buyur. Oxu müəllimə, oxu Rahilə müəllimə. Tapşırıq Günəşdən yerə qədər məsafə təqribən 152 milyon kilometr Satıma qədər məsafəsi. Mən oxuyum sizin yerinizə. Tapşırığımız var. Təqribən 10 dəfə çoxdur. Bu riyaziyyatdan da əlaqədar. Oxuyun müəllim. Bir tapşırığımız belədir. Günəşdən yerə qədər olan məsafə təqribən 152 milyon kilometrdir. Saturna qədər olan məsafə isə bundan təqribən 10 dəfə çoxdur. Günəşdən yerə qədər məsafəni rəqəmlə necə yazmaq olar? Günəşdən Saturna qədər məsafəni necə rəqəmli ədədlə qeyd etmək olar? Hansı inteqrasiya var? Heç kim yerdən deməsin, heç kim çata da yazmayın ki, bu yazanda deyir orada ekrana gəlir. Özünüz üçün bir qeyd edin. Görün, səhv düz. Hansı fənlər var? Daha doğrusu hansı fən arası müəllim? Yox, niyə fənlər arası olsun? Günəşdən olanda üfüqü deyil müəllim. Fən daxili üfüqü. Mənim başım çıxmır. Mən nə bilim, mən də sizin variant deyin görək hansı, heç kim deməz. Qoy müəllimə özü izah edəcək. Adınız necə oldu? Üzr istəyirəm. Rahilə. Rahilə müəllimə. Bu Günəş, Saturn, bunları hansı dərsdə keçirdik görəsən biz?
Bir dənə yadımıza. Günəşi də. Fizika müəllim. Günəş, Ay, Saturn, Yer. Deyim müəllim. Fizika. Coğrafiya. Heç kim deməsin. Xahiş edirəm. Co- Ay Coğrafiya. Rəhmətliyin nəvəsi. Fizika nədir? Yox, kimyada. Coğrafiya Coğrafiyada nədir? keçirik də biz Saturn, nə bilim, Ay, Günəş. Coğrafiya Nədir? fənnidir. Ay, sağ ol. Yaxşı, indi deyirəm məsafə, rəqəm. 52 milyon. Məsafə. Bunun O riyaziyyat. Riyaziyyat da müəllim. Coğrafiyanın riyaziyyatı fən. Və salanda coğrafiya ilə riyaziyyat burada fənlər arasıdır da. Doğru cavabımız C variantı. Nə çətin. Onda düz demişdim də müəllim mən. Onda niyə üstünüzdə dur? Bax, dediyinizin üstündə niyə durmadınız? Demişdim axı, mən birinci bet dedim axı müqayisəsi var. Yox. Mən özüm işləmirəm. Dediniz, mən bildirəm. Dediyinizi bildim. Bax, mən bir dəfə yox deyən kimi fikrinizdən daşındınız. Tərəddüd elədiniz. Dedim axı bayaq dərsin əvvəlində də. 2 üstə gəl ki, mən deyirəm 5-dir. Fikrinizi dəyişib. Bu ekranı yazan kimdir? Yazmasın. Xahiş edirəm. Yeganə müəllimə. Ekranı yazmayın. Bir dənə siz Allah yanım görək. Bax, 2 üstə gəl ki 5 eləyir. Razısınız məndən? Xeyr. Niyə razı deyilsiniz ki? 5 eləyir. İndi niyə bəs mən deyən kimi fikrinizi dəyişdiniz? Amma mən əsasım açıq demək istədim ki, siz səhvdiniz. Prosto dediniz ki, səslərinizi bağlayın. Yox, mən müəllimədən deyirəm. Bəli, olmaz. Yerdən demək olmaz. Qoy müəllimə özü tapsın istəyirəm. Yaxşı, davam eləyirik. Ay, mən buraları qatdım, qarışdırdım Allah. Siz müəllim çaşdırırsınız da adamı. Çaşmaq lazımdır da. Çaşdıra öyrənirik də. Niyə 2 üstə gəl ki 5-dir? Onda niyə çaşmırsınız? Deməli, onu əminliklə bilirsiniz. Mən öyrənmişdim müəllim. Mən necə 2 üstə gəlir ki 4-dür, əmin cavab verirsinizsə, istəyirəm testdə də bax elə cavabınız qəti olsun. Ayşə müəllimi ekranı yazmayın. Yaxşı, davam eləyək. Burada kim var? Növbəti. Gəldik. Sağ olun, uğurlar müəllimə. Düz cavab verdiniz, amma biraz qətiyyətli cavab verin. Gəldik, burada Ləman müəllimə var. Ləman müəllimə. Aygün İbadova. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Buyur Aygün müəllimə. Deməli, 5-ci sinif riyaziyyat dərsində şagirdlər aşağıdakı tapşırığı yerinə yetirirlər. Hüceyrənin 2 hüceyrəyə bölünməsi prosesi mitoz adlanır. Bölünmədən alınan hüceyrələr inkişaf edərək müəyyən müddətdən sonra hər biri yenidən 2 hüceyrəyə bölünür. Mikroskop altında bu prosesi müşahidə etmək üçün Petri fincanı adlanan şəffaf qablardan istifadə olunur. Təcrübəyə başlayanda fincanda 24 hüceyrə var idi. Hər hüceyrə 1 saatda 2 hüceyrəyə bölünərsə, 1 saatdan sonra fincanda neçə hüceyrə olacaq? 3 saatdan sonra fincanda nə qədər hüceyrə olar? Bunu qüvvət daxili olan ifadə yazmaqla necə tapmaq olar? Deməli, bu fəaliyyət. Həm burada biologiya fənni var, müəllim. Həm biologiya fənni var. Ancaq bu tapşırıq riyaziyyat dərsində uşaqlara verilir. Deməli, bu fənlər arasıdır. Afərin. C bəndi. C bəndi də hazır işarəliydi. Ondan sonrası testlər də deyəsən şeydir, işarəlidir, hazır işarəlidir mən. Baxın. Var, elləri var. Var, olur, hə. Yaxşı, gəl, afərin bəli. Niyə? Burada proseslər, mən burada Zoom-u qatıb qarışdırmışam, fikrim orada qalıb, ekranı da itirmişəm, sizi görə bilmirəm. Bizə dəqiqə paylaşımı dayandırım, təzdən paylaşım, müəllimlər. Ekran etdi də, yəqin sizdə. İndi düzəldi. Bəli, burada söhbət 5-ci sinif riyaziyyat dərsindən gedir və hüceyrələrdən danışılırsa, riyaziyyatla biologiya arasındadır, fənlər arası inteqrasiya olacaqdır. Növbəti testimizi kim izah eləmək istəyir? Mən oxuyum müəllim. Adınız nədir? Leyla müəllim.
Hə, buyur Leyla müəllimə. 10-cu testi oxuyun. Şagirdlərə aşağıdakı uzun müddətli tapşırıq verilir. Şagirdlər Dövlət Statistika Komitəsinin saytından istifadə edərək öz yaşadıkları bölgənin, məsələn, Xırdalan, Gəncə, Mingəçevir və s. bölgənin əhali sayının 10 illik artım səviyyəsinin dəyişməsini araşdırır. Coğrafiya var idi. Burada coğrafiya var. Ondan sonra artım deyəndə 10 illik artım səviyyəsi bu riyaziyyata gedir, çıxır müəllim. İnternet vasitəsilə regionun iqtisadi inkişaf və urbanizasiya səviyyəsini öyrənirlər. Burada internet varsa informatika var. Məlumatları cədvəl və sütun diaqramında təsvir edirlər. Orta artım tempini hesablayıb riyaziyyat 2035-ci il üçün proqnoz modeli qururlar. Xətti funksiya və eksponensial model artımın həyat şəraitində təsirini izah edirlər. Artımın həyat şəraitinə təsirini izah edirlər. Şəraitə təsirini izah edirlər. Nəticələrlə bağlı bu artım bölgənin gələcəyinə necə təsir edəcək adlı qısa esse yazırlar. Bu fəaliyyət inteqrasiyanın hansı növünə daxildir? Deməli, burada fənlər arası var müəllim. Fənlər arası mütləq var. Bir də Elə fənlər arasıdır da. Birdəsi yoxdur. Sayt desə informatikadır. Burada Riyaziyyat var. hərəkət yoxdur. Coğrafiya var. Azərbaycan dili var. Bir neçə fənnin görürsünüz bir testdə inteqrasiya elədi. Vəssalam. Elə yalnız fənlər icra arası. yoxdur, bəli. Bu nə olacaq? Doğru cavabımız Fənlər C arası. variantı. Aydındır Fənlər mənim. arası. bəli. Yaxşı. Sonra kim izah vermək istəyir? İzah Verin verin. müəllim. Bu Məncə izah oxumaq etməyən müəllim. Xəyalə müəllimə buyursun izah versin. Ekran görə bilirsiniz müəllim. Bəli. Hə, buyur. Siz görürsünüz. Bu bayaqki sualdır müəllim. Bizə deyildi, hə. Bu Fəridə müəllimə ekranı yazmayın da nə olar? Hə, buyur. Şagirdlər öz evlərində gündəlik su istehlakını analiz edirlər. Tapşırıq. Bir həftə ərzində içilən suyun miqdarını qeyd edin. Bir insanın gündəlik su ehtiyacı haqqında məlumat öyrənin. Sudakı minerallar haqqında qısa araşdırma edin. Bu fəaliyyət inteqrasiyanın hansı növünə daxildir? Deməli, burada ancaq fənlər arası olacaq müəllim. Çünki şagird evdə yerinə yetirir də bunu. Yəni Bəli. hansısa bir su idarəsinə falan getmədi. Afərin. Doğru cavabınız nə olacaq? Fənlər? Fənlər arası. Afərin. Bir şey Afərin. soruşsun olar. Əlbəttə ki, yox. Orada axı belə deyir ki, evdə özünüz təcrübə aparın. Fərqi yoxdur ya evdə, ya hardasa. Yəni o təcrübəni şagirdin özü aparır. Bəs nə üçün o fənlər üstü götürülmür? Bizcə də elə. Şagirdlər öz evlərində Gündəlik su istehlaklarını analiz edirlər. Səbir ol, müəllimə, qoy mən də oxuyum. Şagirdlər öz evlərində gündəlik su istehlakını analiz edirlər. Və bir həftə ərzində içilən suyun miqdarını qeyd edirlər. Yəni bu su, burada da bir təcrübə aparırlar da. Qeyd edin, bizə də elə, səbirli ol. Müəllimə, fənüstü inteqrasiya keçmişə yönəli olmur. Bax, analiz eləyəndən sonra tapşırığı yerinə yetirir. Yəni analiz, müəllim demir gedin analiz eləyin. Analiz, bax diqqət eləyin, bir dənə bəlkə də fikrimi sizə çatdıra bilməm. Analiz edirlər, keçmişə yönəlikdir bu. Yəni siz onu demək istəyirsiniz ki, tapşırığı verir, şagirdlər sonra gedir, həll edir. Yəni ki, Ay, sağ ol. Mən tapşırığı verirəm. Mənim tapşırığımdan sonra eləyirlərsə, hə. Burada bunlar özü birinci analiz eləyir. Özləri analiz eləyir. Görsən tapşırıq yoxdur. Analiz eləyəndən sonra nəyi analiz eləyiblər? Bir həftə ərzində nə bilim nəyi? Şagirdlər ilk öncə analiz edir. O analizə görə müəllim tapşırıq verir ki, yəni bunları hesablayın. Tapşırıq bir həftə ərzində deməli bizə dəqiqə. İçməli suyun miqdarını qeyd edin.
bu bir insanın gündəlik su ehtiyacı məlumatı öyrənir. Bircə dəqiqə. Sudakı minerallar haqqında qısa araşdırma edin. Analiz elədilər. Bax, diqqət edin müəllimə. Realim, sudakı minerallar haqqında qısa araşdırma edin. Bunu araşdırmanı harda eləyəcək? İnternetdə. Laboratoriyada. Bircə dəqiqə. Qoy müəllimənin özünlə danışaq. Qoy özü başa düşsün. Laboratoriya yoxdur, laboratoriya deyə bilərlər də. Şagird laboratoriyaya gedir burada. Yəni göstərirmi ki, gedindir, Getmir, o da var. Ay, sağ ol. Getmirdi. Bir insanın gündəlik su ehtiyacı haqqında məlumat öyrənin. Düzdürmü? Bunu kimdir qurdalayan? Xahiş edirəm, bu ekranı qurdalamayın da. Mən də bağlamaqdan yoruldum. Bizə dəqiqə. Bax, diqqət edin. Mineral su laboratoriyaya getdiyi var mı burada? Yox. Deyir, bir insanın su ehtiyacı haqqında məlumat öyrən. Bunun bir insanın su ehtiyacını bir adamdan öyrənə bilməyəcək ki. Yəni, bu nəyə müşahidə edib sadəcə? Öz evində su yox. Ümumi başa düşdüm, anladım. Bir dənə öz evində suyu müşahidə edib. Amma bir insanın su ehtiyacının nə qədər olmağını müəyyən eləmək üçün bu adam çıxmalıdır, sorğu keçirməlidir. Ən azından müəyyən bir sayda adamdan sual-cavab eləməli ki, gündə neçə stəkan su içirsən, nə qədər su içirsən? Mən orada bir hissədə ilişdim, qaldım ki, yəni bir həftə ərzində içilən su miqdarını qeyd edirlər. Yəni orada təcrübə aparırlar da. Yəni onu da sadəcə öz evlərində su istehlakı. Bir dənə bir öz ailəsinin ondan müşahidə eləyir. Bu ona bu qədər tapşırığı yerinə yetirməsinə əsas vermir. Bunları real yerinə yetirmiş olsaydı, mən sizinlə razıyam. O zaman fən üstü də götürəcəkdik. Amma bu şagirdin edəcəyi proseslərin imkanı xaricindədir. Ona görə... Adamda paneli quran şagird kimi başa düşdüm. Bəli. Aysa panel qururdu. Onu gözünüzün qabağına gətirin hər zaman. Ondan müqayisə edin. Yaxşı, bir 2-15-ə qədər işləyən testləri sonra dərsin başlayacaq. Sağollaşarıq. Növbəti testi kim işləmək istəyir? Oxuyayım müəllim. Kimdir oxumaq istəyən oxusun. Müəllim. Lalə müəllim. Buyur Lalə müəllim. Lalə müəllimdən sonra mən oxuyarım müəllim. Oxu. Nə deyirəm? Oxuyun. Müəllim mövzunu tədris etdikdən sonra şagirdlərə tarixi şəxsiyyətin tarixdə rolu adlı kiçik həcmli hekayə qurmağı tapşırır. Bu tapşırıq inteqrasiyanın hansı növünə əsaslanır? Burada kiçik hekayə. Fən daxili. Olmaz axı demək. Olmaz. Yerdən danışmaq olmaz. Müəllim, mövzunu tədris etdikdən sonra şagirdlərə tarixi şəxsiyyətinin tarixdə rolu adlı kiçik həcmli hekayə qurmağı tapşırır. İndi bu, belə deyək də... Hekayə qurmağı tapşıranda fənlər arası ola bilməz müəllim oğlum. Bizə deyək. Bu ekranı kimsə qurdalayır. Uşaq qurdalayır bunu görürəm. Bizə deyək, ekran paylaşımı dayandır müəllimlər. Bu, mən təzdən ötürürəm bunu. Heç kim xahiş edirəm qurdalamasın ki, burada aləm qatıb bir-birinə. Bax müəllimə. Müəllim mövzunu tədris etdikdən sonra şagirdlərə tarixi şəxsiyyətin tarixdə rolu adlı kiçik həcmli hekayə qurmağı tapşırır. Bax. Hekayə qurmağı tapşırır. Fənlər arası olmaz müəllim. Məndən niyə soruşursunuz? Siz cavabınızı deyin, mən izahat sonunda verəcəm. Söhbət hansı dərsdən gedirsiniz? Tarix, hekayə var. Həcmli hekayə. Hekayə hansı fəndə olur? Ədəbiyyat. Hansı fənləri deyən? Yox, bizə dəqiq, müəllimə, məni də çaşdırdı, bizə dəqiq. Tarixi, yox, burada fən, yox, hekayə yox, bizə dəqiq, hekayəm bunudur. Söhbət hansı fənlə gedir? Tarix fənlə. Əslində bu test biraz yarımçıq düşüb, müəllimə. Bu fən daxili davamı da olmalıdır, amma burada yoxdur. Fən daxili fənlər arası da götürməyə görə deyirsiniz, müəllim. Yəni onun artı gəlsə fənlər arası da götürmək olardı. Müəllim, fən daxili üfüq olmaz ki. Düzgün cavab olsun. Məzmun xəttləri arasında tarix və şəxsiyyət ola bilər. Ona görə bu test biraz yarımçıqdır, müəllimlər. Bu test tam düşməyibdir. Bizə dəqiqə bunu yaxşı oldu elə qeyd eləyərəm, düzəliş eləyərəm. 12-ci testdir də bu.
Bunu düzəliş elətdirər. Bu test natamamdır. Bu əslində belə deyək də, fən daxili şaquli inteqrasiya olmalıdır. Və əvvəlki siniflərlə əlaqə yaradılmalı idi, amma təəssüf ki, burada düşməyibdir. Test yarımçıqdır. Eybi yox, siz onda 13 izah edin. Tapşırıq Kitab-ı Dədə Qorqud dastanının Azərbaycan tarixi üçün əhəmiyyətini dəyərləndirir. Bu tapşırıq inteqrasiyanın hansı növünə əsaslanır? Fənlər arası. Bu tarixlə bağlıdır. Kitab-ı Dədə Qorqud dastanı ədəbiyyatdır. Azərbaycan tarixi üçün əhəmiyyəti də tarix. Aferin. Bax, bu rahatdır. Görürüz, o dəqiqə tez rahatlıqla tapa bilirsiniz. 14-ü kim səsləndirmək istəyir? Deyim. Buyurun. Müəllim. Mən demişdim. Bir nəfər, siz demişdinizsə buyurun. Ya siz o. Tez ol başlayın, tez ol quta. İstənmə, Xəritəyə əsasən. Tez ol versin derim. İstənmə, Xəritəyə əsasən. Xəritəyə əsasən. Ay Türkanə müəllimə, mikrofonu bağlayın. Deməli, xəritəyə əsasən Albaniya 7-ci əsrdə adlı essi yaz. Bu tapşırıq inteqrasiya xəritəyə əsasən Albaniya 7-ci əsrdə adlı bir esse yaz. Bəli. Burada tarixdir, bir də Azərbaycan dili. İki fənin inteqrasiyası. Azərbaycan dilində. Coğrafiyada var, müəllim, xəritə deyir orada. Bax, bizə dəqiqə deyir, tapşırıq xəritəyə əsasən xəritə deyir və Albaniya deyir. Nədir? Bu həm tarixdir, həm coğrafiyadır və esse yazmaq. Azərbaycandır. Azərbaycandır. Nə olacaqdır? A variantı yalnız fənlər arası. Bəli. Son bir test izah edin, birazdan dərsin yetişəcəm. Çox sağ olun, müəllim. Allah köməyiniz olsun. Təşəkkür edirəm. Var olun, müəllim. Buyurun, bunu da izah edin. Deyir, 7-ci sinif Azərbaycan tarixi dərsliyində Nizami Gəncəvinin Bərdə haqqında şeiri təsvir edilmişdir. Şagirdlər şeiri oxuduqdan sonra müəllim onlara tapşırıq verir. Müasir Bərdə haqqında məlumat toplayıb Nizami Gəncəvin əsərindəki Bərdə ilə müqayisə edin. Mən burada uşaq Bərdəyə gedə bilməyəcəyinə görə yalnız fənlər arasıdır. Həm də orada Azərbaycan tarixi dərsliyi deyir. Nizami Gəncəvi ədəbiyyatla bağlı olduğuna görə ədəbiyyatı deyir. Bərdə haqqında şeir deyirsə də Bərdə coğrafiyada ola bilər. Ancaq burada fənlər üstü deyil, yalnız fənlər arasıdır. Aferin. Aferin müəllimə. Maşallah. Ümid edirəm ki, bugünkü izahımızdan azdan çoxdan nələrisə özümüz üçün öyrənə bildik. İmkan daxilində vaxtım olduqca çalışacağam, belə deyək də, bu dərsləri davamlı şəkildə edeyim. Qısa izahlar verib testlərdə izah edəndə daha yaxşı. Çox sağ olun müəllim. Allah sizdən razı olsun. Cümləmizdən, hamımızdan razı halal olsun. eləyin. Kimin halal xoşunuz olsun, kimin nə sualı varsa, sözü varsa buyursun desin müəllimə. Müəllim, mən bağça müdürəsiyəm, düzünü deyim. Amma qoşuldum və çox da belə necə deyim, inteqrasiya biz bağça tipli öyrənirik, şaquli, üfüqi, yəni fənlər arası, fənlər daxili elə getmir bizdə. Məzmun xətti olaraq bunu öyrədirlər. Sizdə biraz fərqli formatdır. Fərqlidir, bəli, bizdə fərqlidir. Amma məktəb daxilində onu da daha yaxşı bildim də. Yəni sabah bir yerdə bir söhbət düşəndə bildiyimi biruzə verərəm. Nə gözəl, nə gözəl. Sağ olun. Neçə il müddətinə qədər verilməlidir? Məsələn, 3 il işləyəndən sonra 15 ilə kimi olmalıdır sertifikasiya? Yoxsa? Bax, peşə fəaliyyətiniz müddətində 3 dəfə verəcəksiniz. Yeni qəbul olanda 3 ilin tamamında verirsiniz. Ondan sonraki 5 ildən bir verəcəksiniz. Ümumilikdə 3 dəfə. Sonra azadsınız. Yəni, mən bir dənə sual versəm olar. Baxın, mən 1 il daimi işləmişəm. 2 il müqavilə ilə işlədim də. İndi mən sonra 1 il daimi düşsəm, mən imtahan, sertifikasiya düşürəmmi, yoxsa yox? Bəli, düşürsünüz. 3 ildir. Arada fasilə yoxdur da sizdə? Yoxdur mənim, yoxdur. Düşəcəksiniz, bəli. Oldu. Bir dənə bu başını tuttura bilsəm, inşallah. Xeyirlisi, tutdurarsınız. Diqqətli olun testlərdə. Dərsiniz bitib çıxmaq istəyən çıxa bilər. Sağ olun, müəllim. Sağ olun, Allah amanda özünüzü qoruyun müəllimlər. Növbəti dərslərimizdə görüşərik. Sağ olun.
Hələlik gecəniz xeyrə. Sağ olun.